Və bax millət, sənin qazın boğazına kəndir kestirib özünü öldürür. Yəni sən buna sahib çıxmırsan, durub qələbə sevincindən, nə bilim, zəfər sevincindən, xalqın zəfəridir. Bəli, xalqın zəfəridir, amma xalqın zəfərinə necə sevinək? İşğal olub xalqın zəfəri. Xalqın zəfərini İlham Əliyev işğal eləyib. İlham Əliyevin bu saxtakar, terrorçu rejiminin ayaqda qalması üçün xalqın zəfəri olan, haqqı olan o zəfər bayramını, zəfər sevincini İlham Əliyev oğurlayıb, öz hakimiyyətinin ayaqda qalması üçün istifadə eləyir, istismar eləyir. Və biz səy millət də, biz ağılsız, şuursuz millət də qoşulmuşuq bu dəli, axmaq İlham Əliyevin rejiminin oynadığı oyunlara hamımız el çalırıq. Yaşasın qazilərimiz, Allah köməyi olsun. Allah şəhidlərə rəhmət eləsin. Allah cənab prezidentin canını sağ eləsin. Qarabağımızı aldı, dərdimiz qutardı. Yəni, belə millət olur ya, bu nədir belə? Bu nədir belə? Yalandan da hamı düşüb ortaya şəhid sevir, qazi sevir. Ha, qardaş, mən bu bayramın sevincini yaşayan o xalqa deyərdim ki, o xalq, o balasını qurban verib şəhid verən analar var. Elə analar var ki, evin tək oğludur. Oğlu gedib döyüşüb şəhid olub. Hər axşam oğlunun paltarını qucaqlayıb yatır o analar. Gündən günə məhv olur daxildən o analar. Sən zəbər günü gedib şəhid analarını, şəhid ailələrini ziyarət eləsəydin, onların qəlbindəki dərdə, kədərə, qüssəyə şərik olsaydın, onların qəlbindəki o yatmış olan məhvə doğru gedən sevgini oyatmış olsaydın, deyərdim, sən ləyaqətli millətsən, sən şərəfli millətsən, ağıllı millətsən, sən zəfər bayramını, sevincini yaşamağa layiq millətsən, sən bunu deyərdim mən. Mən bunu deyərdim. Mən bunu sizdə görmədim ki, millət olaraq. Mən bunu sizdə görmədim. Mən şəxsən Avropada oturmuşam, Almaniyada. Mən zəfər günü 8 noyabr bir şəhidin qapısını aça bilmirəmsə, gedib o anaların qəlbini qazana bilmirəmsə, mən niyə deyirəm ki, o sevinci necə yaşayayım? Artistlik eləyim, axmaqlıq eləyim, hə? Durun buradan əl çalım da, mən bayram yaşayıram, bayram, qoymayın, zəfər qazandıq. Hansı zəfərə? Hansı zəfəri? İşğal olunmuş zəfəri? Yəni, o qədər deyiləsi sözlər var ki, yetər da özünüzü millət kimi aparın, qoyun sürüsü kimi aparmayın. Özünüzü millət kimi aparın, cəmiyyət kimi aparın.